Salam əziz şagirdlər, bugünkü mövzumuz dünyanın 7 möcüzəsi. Uşaqlar, yəqin ki, tarixdən və digər məlumatlardan bu haqda məlumatlısınız. Əvvəlcə mən mətnimizin şərtini oxuyum. Dünyanın 7 möcüzəsi haqqında araşdırma aparın. Araşdırmalarınızın əsasında informativ mətn hazırlayın və təqdim edin. İnformativ mətnlərlə artıq ötən dərslərimizdə məlumatlıyıq. Biz bilirik ki, qeyri-bədii mətnlərin müxtəlif formalarından biri də informativ mətnlərdir və informativ mətnlərdə əsas məqsəd uşaqlar oxucunu müəyyən bir mövzu haqqında dəqiq, anlaşıqlı məlumat vermək və burada əsas məqsəd odur ki, maarifləndirmək, daha sonra məlumat çatdırmaq, təhlil etmək, təsvir etmək və inandırmaq imkanları gərək burada geniş olsun. Əgər bu şəkildə biz mətnimizin strukturunu müəyyən etsək, eyni zamanda bu mövzu ilə bağlı bir araşdırma etsək, sonda gözəl bir informativ mətn hazırlamış olarıq. Və informativ mətnlər də giriş hissədə suallar qoyulur, mövzu qoyulur və daha sonra isə biz əsas hissədə məlumatları, faktları, səbəb nəticəni, eyni zamanda alt başlıqları müəyyən edirik və nəhayət nəticədə isə uşaqlar biz yekun mövzunun, yəni əhəmiyyətini, gələcəkdə bunun araşdırılmasını müəyyən edə bilirik. Gəlin indi bax bu informativ mətnin yazılması ilə bağlı yola çıxaq. Əvvəlcə sualları təqdim edirəm. Hansı ehram dünyanın 7 möcüzəsindən biri sayılır? Bəs dünyanın digər möcüzələri hansılardır? Niyə məhz dünyanın 7 möcüzəsi ifadəsi işlənir? Bir də bu barədə nə bilirsiniz? Siz araşdırma edin, mən də tapşırıqlarımıza başlayayım. Uşaqlar, gəlin diqqət edək. Şəkildə gördüyünüz Artemis məbədidir. Digər şəkil Halikarnas mavzoleyi, növbəti şəkil isə İskəndəriyyə mayakıdır. Yəqin ki, bunlar haqqında tarix fənnindən məlumatlısınız. Əgər olmasanız belə, mütləq araşdırma edin ki, mətninizin strukturunu tam müəyyən edə bilək. Burada isə Babilin asma bağları deyirlər. Babil bağları, bax bu şəkildə artıq sizə aydın görünür. Növbəti Olimpli Zevsin heykəli, daha sonra isə Rodos nəhəngi və nəhayət 7-ci möcüzə. Neçə gündür ki, biz bu mövzuda artıq danışırıq. Bu Xeops ehramıdır ki, siz artıq Azərbaycan dilindən də, tarixdən də bu haqda yetərincə məlumatlar əldə etmisiniz. İndi gəlin biz bu tapşırıqları nə edək? Bəs bu mətnimizi biz necə yazaq? Problem necə qoyulacaq? Bu məlumatlar bizə necə ötürüləcək? İndi biz əvvəlcə şəkil və qrafiklərdən istifadə edək, daha sonra araşdırmamıza başlayaq. Deməli, 7 möcüzə anlayışı təxminən 2200 il bundan əvvəl yaranmışdır. O dövrdə bu möcüzələrin hamısı mövcud idi. Hər bir səyyah bir neçə ay müddətində səyahət edərək bu 7 möcüzənin 7-sini də görə bilirdi. Bir müddətdən sonra bu abidələr müxtəlif səbəblərdən, müharibələr, zəlzələlər və başqa səbəblərdən, deməli müharibələr nəticəsində bir-bir yox olmağa başladı. Bizim dövrümüzə isə onların yalnız biri, qəribə də olsa, ən qədimi Misir ehramları gəlib çatmışdır. Və bu ehramlar haqqında bir çox məlumatlar var. Bəzən bizim doğru bildiyimiz yanlışlıqlar və yaxud da digərləri. Gəlin indi elə biz bəzən informativ mətnləri bax bu cür fikirlərin üzərində qurduqda, o zaman bizim informativ mətnin strukturu daha tam şəkildə aydın olur. Uşaqlar, əvvəlcə baxırıq Babil bağlarına. Siz görürsünüz ki, bu bağları hələ neçə il bundan əvvəl, 2700 il əvvəl salıblar. Babilin asma bağları dünyanın ikinci möcüzəsi sayılır. Əfsanəyə görə bu bağları 2700 il bundan əvvəl Babil padşahı öz arvadı Semramidanın şərəfinə saldırmışdı. Bu bağlar bir neçə mərtəbədən ibarət idi. Bura dünyanın hər yerindən gül və ağaclar gətirilmişdi. Yüzlərlə qul gecə-gündüz nəhəng çarxları fırladaraq Fərat çayından asma bağlara su qaldırırdı. Uşaqlar, şəkildən də artıq bunu aydın görürsünüz. Elə bizim informativ mətnimizdə də aldığımız məlumatlar
və buradan yaranan faktlarla bağlı olacaq. Gəlin növbətiyə keçid edək. Burada isə Artemis məbədi haqqında məlumatdır. Artemis məbədi dünyanın 3-cü möcüzəsi sayılır. Bu məbəd 2550 il bundan əvvəl Yunanistanın Efes şəhərində ilahə Artemisin şərəfinə ucaldılıbmış. Məbəd təxminən 120 il ilə tikilmişdir. Məbədin içində Artemisin böyük və möhtəşəm heykəli ucalır. Şəkillərdən də siz bunu aydın görürsünüz. Bəlkə də bir çoxlarınız o yerləri səyahət də etmisiniz. Uşaqlar, burada isə Olimpli Zevsin heykəli haqqında məlumat var. Yunanların baş ilahı Zevsin heykəli dünyanın 4-cü möcüzəsidir. Təxminən 2450 il bundan qabaq yaradılmış bu heykəl qızıldan, fil sümüyündən və qarağacdan düzəldilmişdi. 14 metrlik bu nəhəng abidədə Zevis taxta oturmuş vəziyyətdə təsvir edilirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng. Bu zəhimli ilahın sülhsevər olmasına işarə idi. Deməli, çələng sülhsevərliyə işarə idi. Və növbəti isə Halikarnas mavzoleyi. Gəlin burada bir virtual səyahət edək. Dünyanın 5-ci möcüzəsi də Yunanistanda yaranmışdı. Bu Halikarnas mavzoleyidir. Mavzoley Halikarnas şəhərində yerləşirdi. Məqbərə Mavsol adlı padşah üçün ucaldılmışdır. Elə mavzoley sözü də Mavsolun adından yaranmışdır. Nəhayət, Rodos nəhəngi. Rodos nəhəngi dünyanın 6-cı möcüzəsi sayılır. 2300 il bundan əvvəl sərkərdə Demetri Yunanistandakı Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər Rodosları məğlub edə bilmir. Adanın uğurlu müdafiəsi şərəfinə Rodoslular adada dünyanın ən böyük heykəlini qoymaq qərarına gəlirlər. 36 metrlik tunç heykəldə gənc oğlan təsvir olunmuşdu. Ada sakinləri onu özlərinin himayədarı sayırdılar. Növbəti İskəndəriyyə mayakı. Bu isə uşaqlar dünyanın 7-ci möcüzəsi İskəndəriyyə mayakı idi. Təxminən 2300 il əvvəl İskəndəriyyə şəhərinin kənarında tikilmişdi. Qədim Yunanistanın ən böyük mayakı idi. Bu qüllənin hündürlüyü 120 metrə çatırdı. Onun zirvəsində gəmilərə yol göstərən tonqal yanırdı. Şəkillərdən də siz artıq bunu aydın təsəvvür edə bilirsiniz. Və aldığımız məlumatlar sayəsində uşaqlar biz informativ mətn hazırlayırıq. Ötən dərslərimizdə də siz informativ mətnlər haqqında məlumatlısınız. Deməli, biz ilkin məlumatları əldə edirik və bu məlumatlar əsasında biz nə edirik? Bu məlumatlar əsasında sualı hazırlayır, eyni zamanda bunları təqdim edir və daha sonra faktlarla bunu əsaslandırmağa çalışırıq. İnanıram ki, bu işin öhdəsindən yaxşı gələrsiniz. Növbəti ev tapşırıqlarında görüşənə qədər sağ olun,